Tural bəy, bu yaxınlarda pensiyalar ölkədə artırıldı. Sizcə bu artım qane edicidirmi? Aslında bu artım sayılmır. Dünyanın heç bir yerində indeksləşdirmə artım sayılmır. Zaten hökumətin özü də rəsmi bültenlərdə və yaxud da rəsmi mediada buna indeksləşdirmə deyir. Amma el arasında şayə şəklində artım kimi təqdim eləyir və insanlara bunu hökumətin bir minnəti kimi qoyur ki, baxın biz hardasa 10%-ə yaxın pensiyaları artırmışıq. Əslində bu indeksləşdirmə nədir? İndeksləşdirmə odur ki, dövlətdə baş verən inflyasiyanın kompensasiya olunması, pulda baş verən inflyasiyanın. Məsəl üçün deyək, bir pensiyaçı keçən il 400 tutaq ki, manat pensiya alırdısa və o 400 manata tutaq ki, 10 kilo ət alırdı və yaxud 20 kilo ət alırdı və pul inflyasiya olduğuna görə, ərzaq mahsullarının qiyməti artdığına görə artıq aldığı pensiya ilə, məsəl üçün deyək, 20 kilo ət ala bilmir, məsəl üçün alır 18 kilo. Dövlət təzədən ona tutaq ki, əlavə ödəniş eləyir ki, o keçən ilki kimi 20 kilo ət ala bilsin. Yəni, bu indeksləşdirmə gedir. Yəni, burada elə bilin ki, siz keçən ilki kimi yaşaya bilməniz üçün əlavə ödəniş eləyir. Yəni, bu da o deməkdir ki, sizdə inkişaf olmur. Siz ən yaxşı halda keçən il necə dolanmışsınızsa, keçən il necə o aldığınız pensiya nəyə çatıbsa, bu il də ona çatacaq. Artım o zaman olardı ki, məsələn, 9,3%-dən yuxarı olsaydı, məsələn, olsaydı 15%, 16%, 15-16%-dən çıxardıq 9%, qalan 6%-i, məsəl üçün, olardı ki, rifah payı. Yəni, və bu indeksləşdirmə Azərbaycanda səhv eləmirəmsə, ildə bir dəfə olur. Amma Türkiyədə ildə 2 dəfədir. 6 aydan bir bunu indeksləşdirirlər, yəni artırırlar. Avropada ümumiyyətlə 4 dəfədir, yəni 3 aydan bir bu indeksləşdirmə aparılır.